Biz hamımız bu dünyanın qonağıyıq. Gəlirik, gedirik. Amma dünya dünyalığında qalır. Gözəlliyindən qalır, dağınla, daşınla, dənizinlə qalır. Yolunla, izinlə, cığırınla, səhliminlə qalır. Təbiətin insanla olan söhbətində qalır. Ona görə də ömrü yaxşı yaşamaq lazımdır. Şirin yaşamaq lazımdır. Dağların, daşların, düzlərin, dənizlərin müqabilində insan ömrü çox azdır. Demək olar ki, azdan azdır. Daha da gözəl, daha da şirin yaşamaq üçün insanlar gərək bir-birinə qarşı mehriban olsun, alicənab olsun, xeyrxah olsun, ağır otursun, batman gəlsin, köhnə kişilərə bənzəsin, çəkisi ağır, sözü ağır olsun, özü ağır olsun və insanlar onu görəndə xoşbəxt olsun. Bəlkə də Allah insanın ömrünü belə gödək yaradıb ki, zamanı özü genişləndirsin.